Her saniye, her dəqiqə keçdikcə komandamız qələbəyə çox Əhmədova, Mollayeva və burada Cəfərzadə topu toxuna bilmədi. Sağ cinaha dəqiq Paneska da səhv edir. Nərgizdən ötürmə Məsimova qapı qarşısına zərbə və hücum davam edir. Yenə Məsimova sevinç və gol! Artıq yavaş-yavaş qələbə haqqında Hacıyeva, Bozdağ, Seyfəddinova, Cəfərzadə. Yenə Hacıyeva, Mollayeva. Çox yaxşı top saxlayır, komanda rəqlənmə imkanı var idi, amma onun zərbəsindən sonra top rəqib futbolçulara dəydi. İndi isə Bozdağ. Siyasət Əsgərov bildirdi ki, hələ gözləməyə lazımdır. Mejer cinahı dəyişir, sol tərəfə ötürməsi. Nərgiz Hacıyeva da buradadır və mane ola bildi rəqibinə. Nəhmədova, Nərgiz Hacıyeva, Nəhmədova yenə qapçıya qayıtar. Əla qəbul edir topu. 2 rəqib oyunçunun əhatəsində bitirdi Hacıyeva. Hacıyeva kürdən zərbəni yerinə yetirir. Hacıyevadan qapı qarşısına və son toxunu çalışırlar və epizoda da sözsüz diqqətlə izləyirlər. Hacıyevanın ötürməsi cərimə meydançasına, Mollayeva zərbə və son anda rəqib qapçı qola mane oldu. Məğlubiyyətlə barışıb. Məsimova uzun ötürmə irəli. Əsadova yenə sona saniyələrdə dayanmaq istəmirlər və daha bir gol imkanı yarana bilər indi. Bakaranze, onun ötürməsi, Hacıyevadan qapı qarşısına və